yağı 100% süddür, 100% təbii yağ da adıyla palmal yağı tərkibi Palmalı yağı saxlandı. bilirsən nəyə görə ucuz verir? Ha, niyə? Kəsçinin malına qiymət verən yoxdur. Yox, nədən? Yox. Vardı yağın əlində. Mən Tanışın varsa... saxlaya bilmirəm. Yox, 13 manatdan aram. Bu 11'ə ver. Təmizin ver, 15'ə də aram. Saxlaya bilmirəm. Yox, vardı deyirəm. Yox, yoxdur. Bəs nə deyirsən? Məsələ burada ağsaqqal keyfiyyətli məhsuldan gedir. İnsanları aldatmaq olmaz. Ki məhsulun ünvanını, mənbəyini, adını düz demək lazımdır. Siz bugün, yaxşı bu neçə versən bunu? Kilosu 11 mi? İndi mən deyirəm ki, bunu laboratoriya aparsam, bax qanuni şəkildə xoşunuza gələcək. 11 manata ola bilməz ağ kərə yağı. Mümkün deyil. Cəmaatı südü satsan sən, bax 3,5% maksimum inəkdə süd yağlı olur, düzdürmü? Bax bu südündə ən azı 25 litrdən 1 kilo alınır. 80 qəpiyə südü satırsan. Bunu elə vursan ortalama, bu eləyir 20 manat. Südü tək. Bəs bunun yağı məntiqli deyil axı.